Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Müğənni Xatun Əliyevanın duet ortağı Cəzahirlə sevgili olduğu iddia edilib. Xəbər verilir ki, sənətçi bu haqda Elgiz izlə verilişində danışıb. O bildirib ki, duet ortağı ilə yalnız işbirlikləri var. İlk dəfə deyil ki, belə söz çıxar. Xanımla bəy birlikdə oxuyursa, haqlarında belə sözlər deyilir. Fikirlərinə hörmətlə yanaşıram. Biz isə biznes ortaqlarıyıq. Həkimin, müəllimin şəxsi həyatı olduğu kimi bizim də olmalıdır. Xanım da, bəy də tək yaşamamalıdır. Bunu cəmiyyətdə gözəl şəkildə sevgini yaşayırsansa, gənclərə pis örnək olmursansa, duyğularını cılamağı bacarırsan, başqası da sənə hörmət qoymalıdır.